İti avtomobil yolu kənarına gətirməyimiz əslində onun üçündür ki, biz itdə olan qorxuları aradan qaldırmalıyıq. Onun sosiallaşmasına bilavasitə bu cür yolla da kömək olmalıyıq. Yəni, avtomobil səsləri, sürətlə hərəkət edən avtomobillər, ətraf mühit onun sosiallaşması üçün vacib amildir. Və biz it qorxmasın deyə tez-tez ona mükafat verib, əslində bu şeylərin normal olduğunu və gələcəkdə onda hər hansısa bir qorxu obyektinə çevrilməməliyini ona aşılayırıq. Fikir verin, itin quyruğu yerlənir, aşağıda deyil, ayaqların arasında deyil. Avtomobil yoluna doğru irəliləyir və itdə xüsusi bir qorxu yoxdur. Tərəddüd ola bilər, amma qorxu yoxdur. Bu özü 3 aylıq bala üçün çox yaxşı bir şeydir. Fikir verin. Bravo. Bravo, bravo, bravo. Fikir verin, böyük avtomobil gəldi, heç bir reaksiya vermədi və biz onu dərhal mükafatlandırdıq. Yəni, bu belə olmalıdır. İtin heç nədən qorxmaması gələcəkdə onun mühafizəsinə də, sosiallaşmasına da böyük töhfə verəcək.